Charles Perrault, Fransa, 1628-1703. Keçirilir ki, qədim zamanlarda bir kralla kraliçə var idi. Onların elə bir eybəcər uşaqları oldu ki, təzə doğulan körpəni görən hər kəs şübhə edirdi. Bu uşaq adamdır ya yox? Ana kraliçə oğlunun bu eybəcərliyindən çox kədərlənir və tez-tez balasına baxıb ağlayırdı. Bir dəfə o oğlunun beşiği başında oturduqda, otağa xeyirxah seyirbaz qadın daxil oldu. O balaca kifircəyə baxıb dedi: "Bu qədər də özünüzü üzməyin kraliça. Doğrudur, uşaq çox eybəcərdir, lakin bu onu xoş xasiyyət, ürək açıq, rəğbətli olmasına heç bir maneçilik törətmir. Bundan əlavə o, krallıqda hamıdan ağıllı olacaq və ən çox sevdiyi adamı da ağıllı edə biləcəkdir." Hamı xeyirxah seyirbazın peyğəmbərliyinə sevindi, lakin hamıdan çox kraliça şadlanırdı. O, sehirbaza təşəkkür etmək istədi, lakin qadın gəldiyi kimi də gözə görünmədən yox oldu. Sehirbazın qabaqcadan dedikləri düz çıxdı. Uşaq ilk sözləri deməyə başladığı gündən elə ağıllı və səlis danışırdı ki, hamı təəccüb və heyrətlə deyirdi: "Ah, balaca şəhzadə, nə qədər ağıllıdır." Mən unutdum, deyim ki, şəhzadə anadan olanda başında kəkili də var idi. Buna görə də onu elə bu cür kəkilli Rike adlandırmışdılar. Bu zaman qonşu kraliçanın da qızı oldu. O yay günəşi kimi gözəl idi. Qızının gözəlliyini görən kraliça az qaldı ki, ağlını itirsin. Lakin balaca Rike'nin doğulduğu gündə iştirak edən seyirbaz qadın ona dedi: "Bir o qədər də sevinməyin kraliça, balaca xanım gözəl olduğu qədər də axmaq olacaqdır." Sehirbazın bu sözü kraliçanı həddindən artıq bədbin etdi. O ağlamağa və sehirbazdan xahiş etməyə başladı ki, balaca qızına heç olmasa biraz ağıl versin. "Mən bunu edə bilmərəm," sehirbaz dedi, "lakin elə edə bilərəm ki, şəhzadə qızın sevdiyi hər kəs dönüb onun kimi gözəl ola bilər." Bunu deyib sehirbaz qadın gözdən itdi. Şəhzadə qız böyüyür və ildən ilə daha da gözəlləşirdi. Lakin gözəlliyi ilə bərabər səfehliyi də artırdı. Ondan bir şey soruşanda heç cavab vermir, yaxud elə yersiz söz deyirdi ki, hamı qulaqlarını tuturdu. Bundan əlavə o elə şey idi ki, fincanı sındırmasaydı, stolun üstünə qoya bilməzdi. Su içəndə yarısını paltarın üstünə dağıdardı. Məhz buna görə də bütün gözəlliyinə baxmayaraq, o heç kəsin xoşuna gəlmirdi. Saraya qonaqlar yığışdıqda onlar ilk əvvəl şahzadə qıza yaxınlaşırdılar ki, ona tamaşa etsinlər. Lakin ağılsız söhbətlərini eşidib tezliklə onun yanından uzaqlaşırdılar. Bu yazıq şahzadə qızı çox bədbinləşdirirdi. O, heyfsilənmədən özünün bütün gözəlliyini bir kiçik damcı ağla əvəz verməyə hazır idi. Kraliça qızını həddindən artıq sevdiyinə baxmayaraq, özünü heç cür saxlaya bilməyib, onun ağılsızlığına tənə vururdu. Bu şahzadə qızı daha çox izdirab çəkməyə vadar edirdi. Bir dəfə o, öz bədbəxtliyinə acımaq üçün meşəyə getdi. Meşədə gəzə-gəzə şahzadə qız, balaca qozbeyil həddən ziyadə kifir, lakin dəbdəbəli giyinmiş bir adamcığaz gördü. Adamcığaz düz ona tərəf gəlirdi. Bu gənc şahzadə kəkilli Rike idi. O gözəl şahzadə qızın surətini görüb, ona qiyabi şəkildə vurulmuşdu. Öz krallığını tərk edib buraya gəlmişdi ki, şahzadə qızı alsın. Gözəllə rastlaşanda Rike çox sevindi. Şahzadə qızla salamlaşdı. Lakin yamanca qəmgin olduğunu görəndə dedi: "Şahzadə xanım, niyə belə qəmginsiniz? Axı siz gənc və gözəlsiniz. Mən çox gözəl şahzadə qızlar görmüşəm. Lakin sizin tək gözələ rast gəlməmişəm. Siz çox mərhəmətlisiniz şahzadə." Gözəl ona cavab verdi və elə buradaca kiridi. Çünki ağılsızlığından bundan artıq bir söz deyə bilmirdi. "Heç belə gözəl də kədərə qapılarmı?" Kəkilli Rike sözünü davam etdi. "Belə gözəl və axmaq olmaqdansa, sizin kimi eybəcər olmağı daha üstün tutardım. Əgər özünüzü axmaq hesab edirsinizsə, bir o qədər də ağılsız deyilsiniz, şahzadə xanım. Kim doğrudan da səfehdirsə, o heç bir vaxt bunu boynuna almaz." "Mən bunu bilmirəm," şahzadə qız dedi. "Yalnız onu bilirəm ki, ağılsızam və buna görə də belə istirab çəkirəm. Əgər ancaq buna görə istirab çəkirsinizsə, sizi bu bəladan qurtarmağa kömək edə bilərəm." "Bunu necə edəcəksiniz ki?" şahzadə qız soruşdu. "Mən kəkilli Rike," dedi. "Hamıdan çox sevəcəyim bir qızı ağıllı edə bilərəm. Dünyada hamıdan çox sevdiyim üçün sizə nə qədər istəsəniz, o qədər çox ağıl verə bilərəm. Əlbəttə, mənə ərə getməyə razılıq versəniz." Şahzadə qız pərt oldu və heç bir cavab vermədi. "Görürəm ki, təklifim qanınızı qaraltdı," Kəkilli Rike dedi. "Fikirləşmək üçün sizə bir il vaxt verirəm. Bir ildən sonra cavabınızın dalınca gələcəyəm." Şahzadə qız güman etdi ki, bir il uzun uzadı, ardı kəsilmədən çəkəcək və Rike'nin bu təklifinə razı oldu. Kəkilli Rike'yə ərə getməyə söz verən kimi də özünü tamam başqa cür hiss etdi. O həmin dəqiqədən Kəkilli Rike ilə yaxşı və səlis danışmağa başladı.
və elə ağıllı kəlamlar dedi ki, Kəkilli Rike fikir apardı. Görən o ağlının çox hissəsini qıza verib özünə azını saxlamayıb ki, Şahzadə qız saraya qayıtdıqda onda baş verən belə tez və möcüzəli dəyişikliyə heyran qalan saray adamları heç bilmədilər ki, nə fikirləşsinlər. Meşəyə tamamilə axmaq gedən Şahzadə qız qaydanda həddindən artıq ağıllı idi. O ağıllı kəlamlar söyləyir, mülahizələr yürüdürdü. Kral Şahzadə qızla məsləhətlər etməyə başladı və hərdən onun otağında vacib dövlət işlərini də həll edirdi. Bu qeyri-adi dəyişiklik haqqında səs-küy hər yana yayıldı. Bütün qonşu krallıqlardan gənc şahzadələr axışıb gəlməyə başladı. Hamısı da Şahzadə qızın xoşuna gəlməyə çalışır və qızdan ona ərə getməyini xahiş edirdi. Lakin Şahzadə qız onları bir o qədər də ağıllı görmür, heç birinə ərə getməyə razılıq vermirdi. Nəhayət bir dəfə olduqca dövlətli, çox ağıllı və qədd-qamətli bir şahzadə gəlib çıxdı. O həmin an Şahzadə qızın ürəyinə yatdı. Kral bunu hiss etdi və qızına dedi ki, istəyirsə bu şahzadəyə ərə gedə bilər. Yaxşı-yaxşı fikirləşib götür-qoy etmək üçün Şahzadə qız gəzməyə çıxdı. Təsadüfən bir il bundan əvvəl Kəkilli Rike ilə görüşdüyü meşəyə gəlib çıxdı. Meşədə fikirli-fikirli gəzərkən Şahzadə qız yerin altında nəysə bir səs eşitdi. Adama elə gəlirdi ki, orada insanlar ora-bura qaçışır, yaman narahatdırlar. Şahzadə qız ayaq saxladı və diqqətlə qulaq asıb səslər eşitdi. Qazanı mənə ver, ocağa odun at. Elə o dəqiqə yer aralanda Şahzadə qız öz ayaqları altında böyük bir yeraltı mətbəx gördü. Mətbəx aşpaz şagirdləri və müxtəlif xidmətçilərlə dolu idi. Bir dəstə aşpaz, başlarında ağ papaq, qabaqlarında ağ önlük, əllərində iri bıçaqlar yeraltı mətbəxdən çıxdılar. Onlar meşədəki yamacların birinə sarı getdilər. Orada uzun stol arxasında oturub şən mahnılar oxuya-oxuya ət döyməyə başladılar. Buna təəccüb edən Şahzadə qız onlardan soruşdu ki, bu zəngin ziyafəti onlar kim üçün hazırlayırlar? Şahzadə Kəkilli Rike üçün. Ən gömbul aşpaz cavab verdi. Sabah özünə toy edəcəkdir. Şahzadə qız yadına saldı ki, düz bir il bundan əvvəl elə həmin bugün o balaca eybəcərə ərə getməyə razılıq vermişdi. Və az qaldı ki, ürəyə getsin. Həyəcandan özünə gələn Şahzadə qız yoluna davam etdi. Lakin heç 30 addım atmamışdı ki, qarşısında şən, gümrah, şahanə paltar giyinmiş Kəkilli Rike durdu. Görürsünüzmü Şahzadə xanım, mən öz sözümün ağasıyam dedi. Elə bilirəm ki, siz də bura öz sözünüzün üstündə durub məni dünyanın ən xoşbəxt adamı üçün gəlmisiniz. Xeyr, Şahzadəcə qız cavab verdi. Mən hələ bir qərara gəlməmişəm. Və yəqin ki, heç bir zaman sizə ərə getməyə ürək eləmərəm. Axı niyə? Kəkilli Rike soruşdu. Yəni siz mənə eybəcərliyimə görə ərə getmək istəmirsiniz? Bəlkə mənim ağlım yaxud xasiyyətim sizin xoşunuza gəlmir? Xeyr, Şahzadə qız cavab verdi. Sizin ağlınız da, xasiyyətiniz də xoşuma gəlir. Deməli sizi qorxudan yalnız mənim eybəcərliyimdir. Kəkilli Rike dedi. Lakin bu düzələn işdir, çünki siz məni çox gözəl bir adam edə bilərsiniz. Bunu necə etmək olar? Şahzadə qız soruşdu. Çox asan. Kəkilli Rike cavab verdi. Əgər siz məni sevsəniz və gözəl olmağımı istəsəniz, mən də gözəl olaram. Sehirbaz qadın mənə ağıl və istedad vermişdir ki, sevəcəyim qızı ağıllı edə bilim. Həmin sehirbaz sizə də elə bir istedad vermişdir ki, sevdiyiniz adamı gözəl edə bilərsiniz. Əgər belədirsə, Şahzadə qız dedi, mən ürəkdən arzu edirəm ki, siz dünyada hamıdan gözəl olasınız. Bu sözlər Şahzadə qızın ağzından çıxmamışdı ki, Kəkilli Rike ona ömründə görməyib, rast gəlmədiyi qədər gözəl, qədd-qamətli, boy-buxunlu bir oğlan kimi göründü. Deyirlər ki, sehirbazlar və onların sehirləri burada yersiz və əhəmiyyətsizdir. Kəkilli Rikeni sevən Şahzadə qız sadəcə olaraq onun eybəcərliyini görməməyə başlayıbmış. Əvvəllər ona Kəkilli Rikedə eybəcər görünən hər şey indi gözəl və cəzb edici görünürdü. Bu belədir ya yox bilmirik. Lakin Şahzadə qız ona ərə getməyə razılıq verdi və səhərsi gün onlar toylarını çaldırdılar.